Qızlar, rəsmi paraşoklarını həmişə soruşursunuz ki, yəni paltaları nə ilə yuyursunuz? Bu son 3-4 ayda istifadə edirəm bunları. Əvvəldə başqa paraşoklardan istifadə edirdim. Ləkələri həqiqətən də çıxartmırdılar. Amma bunlar bu ağlar üçündür. Çox gözəl markaları, çox gözəl ağardır. Rəsmin boydiləri, bir çox geyimləri demək olar ağ rəngdədir, pijamaları falan. Ona görə çox mənə lazım olur ki, belə ağardıcı olsun da tərtəmiz eləsin. Bu isə rəngli geyimlərin çirkini çıxardandır, ləkələrini çıxardandır. Həqiqətən də bunu mən Çinarənin storiesində görmüşdüm, düzün desəm. Ona çox sağ ol deyirəm də. Ondan sonra mən getdim, yoxladım. Balaca paketini almışdım. Gördüm ki, çox mükəmməl ləkə çıxardır da. Ondan sonra başladım ancaq ki, bundan istifadə etməyə. Yəni bu bir reklam deyil. Məni izləyən mamaşalar üçün məncə çox belə lazımlı story olacaq. Çünki demək olar hər kəsin bir problemidir də bu paltalardan ləkə çıxartmaq. Çox qəribədir ki, uşaq paltalarında ləkə çox belə zəif çıxır da, rahat getmir. Ona görə məsləhət görürəm ki, bir dəfə bir şans verin. Bunun balaca bu belə qutularını ala bilərsiniz, yoxlaya bilərsiniz. Nə qədər direktə SMS-lər gəlib ki, hardan ala bilərik? Biz bu günləri Sumqayıtın Qayalı market deyilir. İlk dəfə də oraya gedirdim. İzləyicim oranı məsləhət görmüşdü YouTube'dan. Oraya getdik Qayalı marketə və orada bütün demək olar paraşoklar falan hamısı çox ucuz idi. Yəni bunu da orada gördüm. Hətta rəsmdən mən Huggies pampersi geyindirirəm. Klasik formasında olan. Onu belə orada ucuz aldıq da. Yəni normalda şəhərdə 34, 35, 36 manat alırdı. Biz orada 28 manat aldıq eyni paçkasını. Əgər yolunuz Sumqayıta düşsə, oradan ala bilərsiniz. Qayalı marketdə. Paylaşdığım storyaya sonra baxıram. Deyirəm ki, bəs Sumqayıtdan Qayalı marketdən almışam. Elə bir ki, yalnız oradadır da. Qızlar, Bravo'da da var. Yoldaşım səhv eləmirəmsə Walmartdan da almışdı. Orada da var. Amma Arazda və Rahatda görməmişəm. Bəlkə də var. Mənim getdiyim Araz və Rahatda görməmişəm. Amma 100% ki, Bravo və Walmart mağazalarında var. Bir də yəni Sumqayıtda yaşayanlar varsa və ya Sumqayıtdan yolu keçən varsa, Qayalı marketdən də daha ucuzunu ala bilər. Yəni orada daha ucuzdur. Yəni 1 manat 50 qəpik, 2 manat nəsə belə bir fərqi olmalıdır aralarında.